Sosial mediada paylaşımına görə ictimai fəal Könül Əhmədova 20 sutka həbs edilib. O, yayılması qadağan edilən informasiyanın sosial şəbəkələrdə yerləşdirilməsi maddəsində suçlanıb. Əhmədovanın hansı tənqidi şərh və ya statusuna görə ittiham edildiyi bəlli deyil. Onun himayəsində 14 yaşına çatmayan 2 az yaşlı övladı var. Məsələni Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb. Könül Əhmədova sosial şəbəkələrdə fikrinin dediyinə görə təzyiqlə üzləşdiyi iddia edilən ilk şəxs deyil. Bu cür təzyiqlə üzləşənlərdən biri Azadlıq Radiosuna başına gələnləri danışıb. Bölmədə polis əməkdaşı mənə dedi ki, Mehman Hüseynova nə rəy yazmısan? Dedim ki, nə yazmışam? Qayıtdı ki, bunu yazmısan. Dedim, hə, tənqid yazmışam. Dedi ki, bunu silməlisən, yoxsa səni basacağıq sutqalığa. Mən də soruşdum, niyə? Polis dedi ki, çünki yuxarıdan belə tapşırıq gəlib. Jurnalist, bloger Mehman Hüseynov Azadlıq Radiosuna bildirib ki, onun paylaşımlarına şərh yazanlardan da polisə çağrılanlar, təhdid edilənlər var. Sancağın Facebook və Instagram səhifəsində, TikTokda şərhlərdə belə deyək, aqressiv şərhlər yazırsa, kim öz haqqını tələb eləyirsə, dərhal polis araşdırır və onları polis bölməsinə dəvət edir. Əlbəttə ki, bu qeyri-qanunidir, bu qanunsuzdur. Əlimdə bu faktlar var. Yəni mənə izləyicilər yazır, mənə bildirirlər ki, gecəni polis bölməsində keçirtmişik, şərh yazmışıq deyə bizdən pul alıblar, kimsə deyə şərhləyiblər. Azadlıq Radiosunun səslənən iddialarla bağlı Daxili İşlər Nazirliyi ilə dəfələrlə əlaqə saxlamaq cəhdi uğursuz olub, sorğularımız cavabsız qalıb. Hüquqşünas Fariz Namazlı deyir ki, sosial şəbəkələrdə hansısa məsələyə fikir bildirilməsinə görə təqib və təzyiq ifadə azadlığının pozulmasıdır. Məsələ ondadır ki, insanlar yazdıqları fikirlərə görə məsuliyyət daşıyır. İfadə azadlığı hüququ mütləq hüquq deyil, məhdudlaşdırıla bilər. Amma bu da qanun çərçivəsində olmalıdır. Sadəcə tənqid var deyə insanın təqib edilməsi, ona yazdığı fikri silməyə məcbur edilməsi pozuntudur. Hökumət Azərbaycanda siyasi repressiya olmadığını, heç kəsin tənqidi fikrinə görə həbs edilmədiyini deyir. Ötən ay həbs edilən ingilis dili müəllimi Dəyanət Çələbiyev də sosial mediadakı paylaşımlarına görə şərhləndiyini deyib. Keçən ilin dekabrında informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna dəyişiklik edilib. Bu dəyişiklik ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətləri qadağan edir. Prezident İlham Əliyevin imzaladığı digər fərman isə Dövlət Təhlükəsizlik Xidmətinə geniş məlumat çıxışı verib. Yaradılacaq miras platforması insanların demək olar ki, bütün şəxsi datalarını özündə birləşdirəcək. Hətta real vaxt video qeydləri belə. Müstəqil şərhçilər sözü gedən qanun və məlumat bazasının siyasi repressiv məqsədlər üçün istifadə edilə biləcəyini düşünür.